Herkese salam dostlar. Bu günlere sizlerle beraber BMW F10'un qırdı ayarını sizlerle beraber paylaşacağım. Paylaştığım videoda qırdı ayarını isteyenler var idi. Tek nəfər də olsa yine de paylaşım dedim. Belki de kanala abunə gələr, peyni gələr, nəticələr lazımdır. 100 abunəyə doğru gedirik və bununla baxaq ki ayarlara. Birinci başlayaq TOG ayarından. TOG en vacib ayarlardan biri məhz TOG ayarıdır. TOG ayarını bax belə eləyin. Bura biraz uzun tutacağım. İstəsəniz videonu dayandıra, istəsəniz belə baxaq da özünüz edə bilərsiniz. Buna belə gəlirik artıq suspansiyon ayarlarına. Vites kutusu istobliyo eləyə bilərsiniz həmçinin. Buna belə artıq gəlim motora. Motorlardan sizə tövsiyəm. Maşının at gücü elə 500 olsa da stabilli və təkəri tur lastiği qoyun. Təkərin böyüklüyünü və diskin böyüklüyünü belə eləyin. Və bununla belə keçək oyuna, orada da performansını görəsiniz. Və oyun içi də ayarları var maşının. Direksiyon hassasiyetini full eləyin. Yön tuşları, çalışın yön tuşları ilə istifadə eləyin maşına. Analog fren də olsun. Yəni ən tövsiyəli ayarlarından biridir yəni. Və arabandakı AVD-də sürün və bu qədər, yəni bundan artıq da ayar yoxdur. Sizə ən maraqlı gələnlərdən biri də ki, məhz performansıdır. Maşın necədir, sürüşürmü, və bununla beraber artıq sizə göstərəcəm bunu. Yəni gördüyünüz kimi maşın heç bir sürüşməyi yoxdur. Yəni təkəri atmır. Yəni necə deyirlər, yəni o sürüşür maşında. Ayarı həqiqətən çox gözəldir. Və gördüyünüz kimi, yəni 100-lə sürməyimə baxmayaraq, yəni maşın, yəni yol tutuşu yəni çox yüksəkdir. Sizə tövsiyəm, yəni 110-dan elə artıq keçməyin. Nəticədə maşının da bir sürəti var, sürüşə də bilər. Yəni 100 ən ideal sürətlərdən biridir. Və videonun sonuna gəlirik. Kanala abunə olmağı, videonu bəyənməyi yalnızdan çıxarmayın və öz fikrinizi şərh bölməsinə yazarsınız.